Bu proqram daha yaxşıdır da. Digərləri, məsələn, dəqiqələri Belə 30 dəqiqə bundan eləyir. asmasılar da başqa cürlərdə yenə də belə olur da bu tip Yox, rollar xalqında. bilmirəm, yəqin proqramdan asılıdır. Düzü mən ona fikir verməmişəm. Gəlin baxaq, bu model tiplərdə səhviniz var ümumiyyətlə, uşaqlar. 50 dənə sualda səhvi olan var. Mən var, düzəldirəm onu. Asandır, primitiv Asandır, sevirəm kimi. Ya da düzəld də, yalanın üstündən keçmə. Bəs Python burada, bu birinci PDF-dir, İlk səhv sual. eləmirəmsə, 14, Birinci sual. 15. Birinci sual. Aha, birinci sual çox çaşdırıcı sualdır. Çünki bunu səhv yazmağınızı qəbul edə bilərəm. Niyə görə? Çünki ola bilər ki, PDF-də bu haqqında məlumat olsun, amma mən sizə bunu deməmişdim. Bu nədir? Deməli, əslində keçən dəfə səs atdım deyəsən, səs göndərmişdim bu haqda qrupa. Uşaqlar, riyaziyyatda biz necə? Məsələn, fikirləşin ki, bir misalda vurma var, bölmə var, toplama var, çıxma var, mötərizə var. Neyinirik əvvəlcə? Birinci həll eləyirik mötərizənin içini, daxilini. Daha sonra vurma, bölmə, hansı əvvəl gəlirsə onu, sonra toplama, çıxma, hansı əvvəl gəlirsə onu. Alqoritmdə də və ya Pythonda da belədir. Ardıcıllıqlar hansılardır? Bax, var burada 3 dənə bölmə, tam bölmə, faizlə bölmə, bir də kəsir bölmə. Bölmə əməli var bizim misalımızda. Bizim misalımızda vurma əməli var. Bizim misalımızda qüvvət əməli var. Hal-hazırda qüvvət əməli var. Başqa baxaq. Heç bir əməl yoxdur. Baxın, bu əməllərin ardıcıllığı necə olur? Bu əməllərin ardıcılığı bu şəkildə. Toplama da var da. Hə, toplama da var. Bir də toplama var. Əməl ardıcılığı belə olur. Əgər bu formada əməllər ardıcılığı varsa, birinci mütləq qüvvəti hesablayırıq. Qüvvət gəlir. Qüvvətə baxırıq. Daha sonra başdan başlayırıq hesablamağa. Yəni, əgər vurma, bölmə hansı əvvəl gəlir? Baxıram ki, burada bölmə gəlir, başdan başlayıram həll eləməyə. Yəni, əvvəlcə gəlin, baxın, belə eləyək. Əvvəlcə buradan qüvvəti tapıram. 2-nin qüvvətində 3. Yəni, 2-nin kubu eləyəcək 8. İndi gəlirəm buradan başdan. Baxın, bu hissədən başdan başlayıram. 45-i bölürəm 4-ə, tam hissə olacaq 11. 11-i bölürəm 5-ə, qalıq hissə olacaq 1. 1-i vururam 8-ə. Bu da olacaq 8. Deməli, baxın, bura kimi, yəni bu toplamaya kimi 8 aldım. İndi mənim toplamam ən sonda olacaq. Baxın, birinci bu, ikinci bunlar olacaq burada, üçüncü də toplama olacaq ən sonda. İndi keçirəm ikinci hissəyə. Baxın, baxıram ki, burada da bir qüvvət var. Əvvəlcə bu qüvvəti tapıram. 3-ün qüvvəti, yəni də 2 eləyəcək 9. Yəni 3-ün kvadratı. Sonra baxıram, vurma gəlir də, başdan başlayıram bu misalda. 2 vurulsun 9 eləyəcək 18. İndi sıralan 18 bölünsün 15, tam hissə olacaq 1. 1-i də böləcəm 16-ya. Bilirəm ki, kiçik ədədi özündən böyük ədədə qalıqla böldükdə, yəni bu faiz işarəsilə böldükdə elə kiçik ədədin özü alınır. Qalıq. Baxın belə, 1 bölünsün 16, 0 dəfə bölünür, 1-dən çıxanda 0 qalır 1. 0 tam hissə 0-dır, qalıq hissə isə 1-dir. Burada da olur 1. Aha, indi üçüncü əməl toplamanı icra eləyirəm. Birinci hissədən nə tapmışdım? 8. İkinci hissədən nə tapmışdım? 1. İndi onları cəmləyirəm. 8 üstə gəlsin 1 bərabərdir 9-a. Aydındır? Aydın olmayan varsa desin. Amma bir dənə söz deyə bilərəm. Bəli. Siz testi bizim köhnə qrubu işlətmişdiniz. Ola bilər, Eldar. Bunu başa düşdünüz? Fərid, sən səhv eləmişdin deyəsən. Bəli, mən başa düşdüm. Lap yaxşı. Uşaqlar, ikinci kompleks ədədlərdir. Əslində tiplərdə kompleks ədədlər də var, amma bunlar, məsələn, bu, məsələn, test. İndi sualları elə salıblar ki, suallar həm abituriyentə uyğundur, həm sertifikasiyaya uyğundur, həm MİQ-ə uyğundur. Yəni, ümumiyyətlə, artıq bütün suallar eyni səviyyədədir. Amma MİQ-in səviyyəsində və ya sertifikasiyada proqramda kompleks ədədlər var, amma bizdə kompleks ədədlər yoxdur proqramımızda. Olmayan bir şey bizə lazım deyil. Ona görə heç ona baxmağa ehtiyac yoxdur. Başqa səhviniz var, ona qədər. 4. 4. Deyəsən bir dənə Fərid eləyib. Axırda variantları bir göndərərsiniz. Mən əvvəlcə sizdən yadımdan çıxdı variantları tələb eləmək. Mən bilim hələ kim işləyib, kim işləməyib. Onsuz sual cavabdan. Əlbəttə, eyni suallar səhvdir deyə də demirik. Demir deyənə mən demirəm də, indi o bilə bilmirəm. Yaxşı, baxaq.
Uşaqlar, mən sizə deyəsən bunu da qrupda göndərmişdim, səhv eləmirəmsə, ya Ayana demişdim, göndərmişdim. Baxın, alt-altı iflər demişdim, eyni hüquqa malikdir. Keçən dəfə dərslərə yazmışdım. Əgər alt-altadırsa bu if, bunu da yoxlayacam, bunu da yoxlayacam, bunu da yoxlayacam. Amma eliflər elə deyil. Əgər bir elif ödəyirsə, digər heç bir elifə baxmıram mən. Bir elif ödəmirsə, digərinə baxıram. Əgər bu ödəyirsə, aşağıya baxmıram. Ödəmirsə, aşağıya baxıram. İflərlə eliflərin fərqi budur. Yəni, elif ifin bu xüsusiyyətini özündə daşımır. İndi gəlin baxaq. A böyükdürmü B-dən? A 50-dir. 50 böyükdürmü 30-dan? Bəli, 50 30-dan böyükdür. B bərabərdir 30-a. Bəli, aralarında ənd var. Və mən sizə demişdim ki, ənddə bir dəfə tur verir. Baxın, bu ifin nəticəsi turu olmalıdır. Yəni, doğru olmalıdır ki, turu olmalıdır ki, aşağıya düşsün, print eləsin, çap eləsin. Əgər burada bir dənə yanlış varsa, artıq print eləməyəcək, növbəti ilə keçəcək. 50 30-dan böyükdürmü? Hə. B 30-a bərabərdirmi? Hə. C 50-yə bərabərdirmi? Hə. Bəli, deməli burada 3 şərtin 3-ü də doğrudur və ənddə də 3-ü də doğru olarsa artıq doğru hesab olunur, tur hesab olunur, aşağıya keçəcək, print eləyəcək informatikanı. Baxın, bir dənə informatika sözü print oldu. Tika. İndi gəlirəm ikinci ifi yoxlayıram. Axı, eyni hüquqa malikdir. 50 böyükdürmü 50-dən? Xeyr. Amma nə olsun? Burada da bir ardıcıllıq var, onu da qeyd edeyim sizə. Əgər bizim misalımızda not, and, or, üçü də istifadə olunubsa, ardıcıllıq necədir? Siz istənilən kimi hansı birinci gəlir, oradan başlaya bilmərsiniz. Birinci mütləq bu üçlərə əməlin içərisində notdan başlayırsınız. Ardıcıllıq belədir. İkinci ənddən başlayırsınız. Üçüncü də oradan başlayırsınız. Bunları mütləq qeyd edin. Baxın, gələk birinci baxaq burada. Burada baxıram ki, əndlə or var, not yoxdur. İkisi varsa, ikisinin arasında ənddən başlayacağım. Deməli, birinci bu şərti yoxlayıram mən. B bərabərdirmi 50-yə? Yox. Baxın, mən artıq ikinci şərtə baxmağa ehtiyac yoxdur. Çünki ənddə bir dənəsi, bir tərəf səhv olanda, artıq bura mənə false verəcək onsuz da. Baxın, bura mənə false verdi onsuz da. Bir dənəsini yoxladım, kifayətdir. İndi gəlirəm, bir əvvəlki şərtə baxıram. A böyükdürmü C-dən? A 50-dir, C-də 50-dir. 50 böyükdürmü 50-dən? Yox, burada mənə false verdi. Mənim, baxın, false or false. Or bir dəfə false verir. O da hər iki tərəf false olanda, yəni səhv olanda. Şərt yəni o vaxt ödəmir. Deməli, burada bu ifin şərti ödəməyəcək. Üçüncü ifə keçirəm. Yenə baxıram, əndlərdir, fərqi yoxdur. Hansı ənddən istəyirsiniz, oradan başlayın. 50 böyükdürmü 55-dən? Yox. Bura mənə onsuz da bu ikisi, iki dənəsini mən arasında olar birləşdirirəm də. Bura birinci tərəf mənə onsuz false verdi. Artıq ikinci şərti yoxlamağa ehtiyac yoxdur da, false. Əgər ənddə bir tərəf false verdisə, onsuz da bunun cavabı mənə false verəcək. Artıq heç bir şərtə baxmıram. O ikinci ifdə ödəmədi. Keçirəm elifə. 50 böyükdürmü 55-dən? Yox, bura false verdi. Baxın, bu hissə false verdi. False. İndi gəlirəm bura. C fərqlidirmi 50-dən? Yox, 50-yə bərabərdir. Burada false verdisə, hər ikisi false mənə verəcək false. Bu elifdə ödəmədi. Keçirəm növbəti elifə. 50 böyükdürmü 60-dan? Yox. Baxın, ənddə bir dənə false oldusa, bütün misal false'dur. Heç birinə baxmıram daha. Burada false oldu. Aha. İndi nə olacaq burada? Bu false, bu false, bu false, bu false. Bu da ödəmirsə, nəyə baxacam axırda? Bura baxacam. S fiska. Cavablarda informatika yazmışdım. Yoxsa fiska da yazmışdım altında. İnformatika yazmışdım. Mən A yazmışdım. Mən də A yazmışdım. Baxın, gecə 3-də yazmışam cavabları. Çaşmışam. Fiska da var altında. A variantı da burada. Hə, mən də A yazmışdım. Aha. Sual aydındır. İndi növbəti 10-a qədər səhvinizi deyin. Məndə 7 səhv deməli. 7. Məndə də 7 səhvdir. 7. Aha, görə elə 7-də nə problem var ki belə? Düz olan var, 7 kimdə düz çıxıb izah eləsin. Müəllimən desəm olar. Olan. Səhv tamam mən deyim. Denən Eldar. Hə, Eldar başda görün elə birincidə. Biz 50 ilə 30-a baxaq. Biri düz olsa, o biri şərtdə ödəyəcək onsuz da. Bəli.
Buradakı ikisi də şərti ödəmədiyinə görə üçüncüyə baxmır. O avtomatik birinci səhv olmur. Yox, orada 3 şərtdən bir dənəsi düzdürsə, düz hesab olunur. Hə, onda 3 də səhvdir də mənim. Hə, bu ödəmir ona görə. Keçirəm Elifə. İndi burada baxırıq, bu da səhvdir. Çünki biri ödəmirsə, o birilərə baxmaya ehtiyac yoxdur. Keçirik növbəti Elifə. Yenə bura baxırıq. Birinci düzdür, Aha. ikinci düzdür, Turudur. Aha. üçüncü düzdür də mənim. Nə olacaq mənə bu? Bu düzdür mənim. Aha, nə çıxacaq ekrana? T çıxacaq. T çıxdı. Sonra axı alt-alt Sonra isə iflərdə eyni hüquqa malikdir. Bunlara da baxmalısınız. Bəli, amma elflərə baxmayacaq. Çünki bir dənə elf ödəsə, qalanlar baxmır. Yox, Eldar, bax. Bu artıq bax, bu eliflər bu ifdən aslı eliflərdir. Bu elif isə bu ifdən aslı elifdir. Yəni bununla, bax bu ifə qədər elə buna qədər ayrı bir misal idi, elə bir fikirləş ki. Artıq burada if gəldi ya, bu ifin altında elif yazsan, ona əgər bunlar ödəmirsə baxa bilərsən. Hə, mənim aydındır. Bildim mənim. Sonra A-nın C-yə müqayisə. Bu birinci düzdür. Yox, birinci burada əndə baxmalısan. Oradan əndə olmalı. Hə, bu səhvdir də, yəni B ödəmir. İkinci ödəmir. Bura? Orada bu da səhvdir də müəllim. Niyə səhvdir ki? A 30. Yox, düzdür. Orada biri götürsə də olar, birincini də götürsə olar. True or false mənə verəcək true. Deməli B-ni də çap eləyəcək. T, B. Növbəti ifədə bax. Mən biri səhv olanda, biri düz olanda götürür ki. Bax, Eldar. Burada nədir? Bax, A böyükdür C-dən, or, B bərabərdir 50-yə, and, birləşmədim bura. And C, hansı idi bu? C fərqlidir 40-dan. Hə. Artıcılığa necə baxıram, Eldar? Mən birinci burada əndə baxıram. Bax, əndə baxmaq üçün bu iki şərti müqayisə eləməliyəm. Burada nə çıxdı mənə? False. Düzdür? Səhv false-dur da, yəni yanlışdır. Bir dənə yanlış varsa yanlışdır. Bura false çıxdı. Yuxarısında yazdım. Bura false çıxdısa, indi mən bu false-la, bax, A böyükdür C or false-u ikisini müqayisə eləyəcəm. Bura false, əgər burada false olsa ödəməyəcək. Əgər bura true olsa, true or false mənə true verəcək. Baxıram ki, A 30-dur, C də 5-dir. 30 böyükdürmü 5-dən? Bəli, burada true'dur. True or false mənə verəcək true'nu. Aydındır, orada ya və ya da. Hə, müəllim, bildim. Deməli, T-də B də çap olundu. İndi 2, 3, bu ifə bax, Eldar. Bu if səhvdir, çünki B30-a bərabər deyil, həm də ənd olduğuna görə avtomatik səhvdir. Yəni, bu if Elifə ödəmədiyinə görə altındakı elifə baxa bilərsən. Bəli. Elifə baxırıq, burada da düzdür. Həm birinci şərt, həm də üçüncü şərtdir. Həm ora olduğuna görə götürürük bunu. D də çap olunacaq. 55, A 55-dən böyük deyil. B 40-a bərabər deyil, Hə, amma C 50-dən fərqlidir, düzdür. T, B. Hə, bunu götürürük. Axı elif ödədiyinə görə elsə baxmırıq artıq. Nə çıxdı ekrana? T, Bəli. B, D. D, B, D. Aynı azıcı. Bəli, mən də A yazmışdım, cavabda B çıxmışdı. Cavabda B çıxıb. Bəli. Mən də niyə ödəyir ki? Ödəmir, bəyə bir də baxaq. A 30 deyil, 30 Yəni böyükdür. deyəsən bunun cavabı hamısı səhvdir. Yox, Hamısı səhv çox. deyildi. Yox, səhv deyil. Bir dəqiqə baxaq. B niyə ödəyir ki? Baxaq bir dənə. Bax, ifə baxaq. A neçədir? 30. C neçədir? 5. 30 böyükdürmü? Əndə baxdıq birinci. B 50-dən 50-yə bərabərdirmi? Yox, bura false oldu. A neçədir? 30. 30 böyükdürmü 5-dən? Hə. True or false mənə verəcək true'nu, ödəyəcək. T, B, D. A variantıdır burada. Ayən başa düşdün niyə düz olur? Yox, mən beni başa düşdüm. Mən də tınam bunu yazmışam. Deniyə. O çatmadı mənə. Hə, deniyə. Çünki ondan əvvəlki if ödəmir axı. A, bir dəqiqə gözlə. Hə, düzdür, ödəmir. Ayən bax. İflər axı eyni hüquqa malikdir. Mən bu ifi yoxladım. Bu birinci ifi. Bax bunu. Gözlə. Bu ifi yoxladım, bu ifi. Bu ifə baxdım. Bu if ödəmədi. Mən bu ifi onsuz da baxmalıyam. Bu ödədi heç. Axı bu ifi də yoxlayacağam. Əgər bu if ödəsəydi, mən elifə baxmayacaqdım. Amma bu if ödəmədiyinə görə mən artıq elifə baxacağam. Hə, tamam. Sonra səhviniz ona qədər var.
12 var müəllimə. 10-a qədər 12 var. Yaxşı, bir dəqiqə baxaq. 12. Müəllim, məndə 11 var. 11 var. Birinci 11'ə baxaq. Bundan sonraki sorulara elə biləm asandır. 11 nədir? Aha. 11'də də belə bir sualdır. Samir bəlkə gəl özünü izah eləyəsən, səhvi görəcəksən. Müəllim, mən eləyə bilmirəm də izah. Siz eləyin də, nə olar ki? Samir demə, sən imtahanda da çətinlik çəkəcəksən də. Deyə bil ki, səhvin hardadır. Deyirəm, mən yazıram da, sən yazmırsan, de. Özün onda bir dənə şu an sakitləşdirim, ortadan çıxarım. Nənsi ki, Taylan gözü kör oldu Nənsi. O 16 səndən indi alacağım mən. Gez uşağıma bax yeri. Hezo, bir saat yarım olsa dərsdə gəlmişsən özünü tutacaq bilirsən. Baxarım. Bəli, müəllimə. Hə, izah elə Samir. İndi nə eləyim müəllimə? İzah edin, yerlərinə qoy şərti yoxla, de. Birincisi düzdür. Baxaq, ordu A böyükdürmü B-dən? Hə, bir tərəf turu olduğuna görə, baxın, bu imtahanda bunlara çox vaxt ayırmırsınız. Turudur, ordu hamısı. Deməli, bir dənə turu varsa, artıq şərt ödəyir. Nə oldu, Samir? Açıqdır ekrana. Sonra, Elifə baxırıq, baxmırıq, ay Samir. Baxmırıq. Baxmırıq, çünki if ödəyib. Buna baxmırıq, amma ifə baxırıq. Bu da düzdür. Baxaq, 30 böyükdürmü 5-dən? Bəli. Mənim cavablarda bir dənə A ilə başlayan D variantıdır. Oradan bax yazmışam mən. Hə, A, B, R. Yenə bu ödədiyinə görə bu ifə baxmırıq, amma bu ifə baxırıq. Bu ödəyir. Bu ödəyir, yox, əddir. Bir tərəf false olduğuna görə ödəmir. Bu ifi ödəmirsə də bunun elsi neyniyəcək? Avtomatik olaraq, yəni əgər if deyilsə, əks halda else olacaq. Nə çıxacaq? R çıxacaq. A, B, R. Mən eliflərdə eləmişəm, çaşıb. Yox, Samir qayda belə deyək. Əgər bax, əgər qaydanı qeyd edin, əgər if ödəyirsə, altında, baxın ifin altında deyirəm ha. Deyərsiniz ki, ay müəllimə, hə, bu ifin altında elif var, bu ifin altında elif var. Yox, özünə aid olan elif. Yəni baxın, bu elif bu ifə aiddir, bu bundan məsuliyyətlidir. Artıq aşağıdakı elifin bu ifdən heç bir asılılığı yoxdur. Aşağıdakı elif də özündən əvvəlki ifdən asılıdır. Başa düşdünüz? Onu qarışdırmayın. Əgər if ödəyirsə altında ona aid olan yazıram. Olan elifə baxmırıq. Ona aid olan. Baxın, yazdım ki, qarışdırmayasınız. Baxmırıq. Sonra keçək. 12 ayan səhv eləyib. 12 çox asandır əslində ayan. Bunun da haqqında bir də məlumat verim sizə. Deməli, bizdə Pythonda true, false var. Sizə izah eləmişdim. Operator olaraq true və false var. True həqiqi, doğru idi. Yəni, false isə yox idi, yəni yanlış idi. Amma bəzən olur ki, biz rəqəmlər görürük. Rəqəmlər nədir bəs? Baxın, true 1-dir, false 0-dır. 0-dan başqa, qeyd edirəm, 0-dan başqa, bütün rəqəmlər true verir. True olur, yazıram. 0-dan başqa. Yəni, 0-dan başqa, 1-dən başlayaraq, sonsuzluğa qədər bütün ədədlər bizə verəcək true'nu. Gəlin, baxıram, A0-da, A3-də, A2-də, ay uşaqlar. Buna baxaq bir dərə. Buna növbəti suala aid, amma bunun üzərində də qeyd edeyim. Mən sizə o gün dərslərə dedim. Dedim ki, uşaqlar, dəyişən anlayışı var. Dəyişənə mən qiymət mənimsədirəm. Mən bir kasanın içərisinə əvvəlcə bir yumurta qoyuram. Sonra o kasanın içərisinə yumurtanı götürürəm, portağal qoyuram. Sonra onu götürürəm, alma qoyuram. Axırıncı dəfə kasanın içərisində nə oldu? Alma. Deməli, dəyişənin axırıncı qiyməti, yəni axırıncı mənimsətdiyimiz qiymət dəyişənin qiymətidir. Yuxarıdakılar onun qiymətinə heç bir təsir eləmir. Deməli, mən bunlara artıq baxmayacağam. Axırıncı qiymətinə baxacağam. Onsuz da burada A bərabərdir 2, hə, burası true'dur. A bərabərdir 3-ə, yox, burası false-dur. Enddə də bir dənə false olanda o avtomatik mənə false verəcək.
Deyə bilərsiniz ki, ay Məmməd, bəs false 0 deyirik, niyə 0 vermir? Yox. Baxın, əməliyyat olaraq false verəcək. Amma bu şərt olaraq 0-ı yoxlasaydı, 0-da da false verəcəkdi. Yəni 0-ı false kimi götürür, yox kimi götürür. Amma cavablarda true əgər və ya false varsa, biz false ilə 0 varsa, heç vaxt 0 gedib qeyd eləmirik, false-u qeyd edirik. Başqa səhviniz 15-ə qədər 14. 14. Məndə də 14 var. 14-dür səndə də, baxaq. Ayın bəlkə bir dənəsini sən sayırsan. Mən səhvdə axı məndə o. Elə şey düzəldək də səhvi. Görüm harda səhv eləmisən aya. Gözümdən suala baxım, düşünüm. Mən birinci ənddən başlayırıq da. Əvvəlcə ayın buradan başla görüm. Bax indi sən dedin bir kasaya qoymaq. Səncə bu x-in axırıncı qiyməti hansı qiymətdir? 27. Baxın bu artıq x Yox, bərabər birinci x-i 14 ilə girəcək dövrə. Düzdür, deməli 12 qiyməti artıq aktual deyil, öz aktuallığını itirdi. Onda x-in axırıncı qiyməti 29 olacaq. 29-dur. Hə, tamam. İndi burada nəyə baxacağam ayın birinci bu şərtlərin içərisində? Əndə baxırıq da müəllimə. Bəli, birinci bu iki şərtin əndinə baxıram. Nə verəcək mənə bu? Və x, o birinci düzdür də. X düzdür. Aha, bəs bura? O birisi nədir? O səhvdir. Niyə səhvdir ki? X-im 29 deyil, Y-im də 15-dir. 29-a 15 çıxanda 14 gelir. Bu da düzdür. Cavab aldım məmə burada. Bu mənə true verir, düzdür? Aya. Onsuz Bəli. da orada bir tərəfin true olmağı kifayətdir. Burada onsuz true verir. 29 böyükdür doğrudan 28-dən. Hə, cavab aldı. Hə. O true mənə verəcək true-nu. Aydındır aya. Bəli, müəllimə. Aha, sonra 15-ə qədər başqa səhvimiz var. 15 düzdür Yox. halda. Bəli. Yaxşı. İndi keçək növbətiyə. Python bu ikinciyə. Burada bəs 5-ə O qədər birisi lap səhv. asandı. Nə dayan? Deyəm, o birisi lap asandı. Bu indiki əvvəlki var deyə elədi. O lap çətin idi elə bil. Hə, ola bilər. Burada 5-ə qədər səhviniz var. 5-ə qədər heç kəsə səhv yoxdur. Məndə 23-dədir səhv. Allah olsun sizə. 10-a qədər səhviniz var. Uşaqlar, əgər yalandan işləməyib... Əməl, məndə 6 səhv imiş. İnan ki, biləcəm onsuz onu işləməmisiniz. Burunuzdan gələcək də yəni, hər türlü. Məndə 6 səhv imiş. Neçə? 6. 6. Burada biraz çaşdırmaq üçün bəzi sözlər qoyublar. Uşaqlar da o sözlərə baxırlar. Deyirlər ki, bu söz axı burada çıxa bilməz. Gəlin baxaq. Baxın, bu uşaqlar 1 deyil. Elə bilirsiniz ki, bu 1-dir. Yox, biz demişik axı dəyişən adı. Bu l hərfidir, kiçik l. Hə. Baxın, gəlirəm. K 3-dür. Aha. 3 böyükdürmü 1-dən? Bəli. K böyükdür çıxacaq. Ya da nə dedim bayaqlar? Dedim if əgər ödəyirsə, ondan sonra elif gəlibsə və başqa if gəlmirsə, yəni özünə aid olan, baxın bu eliflər hamısı bu ifə aiddir. Bu else də bu elifə aiddir. Əgər bu if ödəyirsə birinci if, ona aid olan heç bir elif ödəmir. Baxmırıq. Əgər ona aid olan heç bir elifə baxmırıqsa, elifə aid olan else də baxmırıq. Yəni birinci şərt ödəyir də 3 böyükdür 1-dən hə nə çıxacaq ekrana? K böyükdür. Başa düşdün? Bəli, mən başa düşdüm. Sonra Mən sual verə bilərəm. Ver aya. Mən if-dən sonra elif gələndə, yəni if doğrudursa elifə baxmırıq da. Bəs if-dən sonra else gəlsə, if doğrudursa elseyə baxacağıq. Aynen, else əks halda deməkdir axı. Əgər if ödəmirsə elseyə Else baxırsan. axırda gəlir də. Yox, bax. Ola bilər ki, sualda birbaşa if-dən sonra else gəlsin. Haçan baxırıq else? If, bax yazıram, k böyükdürmü 1-dən. Tutaq ki, print olunsun, bax, print olunsun k. Else nə deməkdir? Əks halda deməkdir. Print olunsun, məsələn, 1. If-ə baxıram, if şərti ödəyirsə, else onsuz da baxmıram. Else onun əks haldası deməkdir. If şərti ödəmirsə, else baxıram da. Eliflə eynidir də əslində. Mən keçən dəfə dərsdə nə dedim sizə? Elif, həm else, elə bir else-dən el götürüb, if-dən isə if götürüb. Olub elif.
Fikirləşin ki, biri atadır, biri anadır. Elif də onların övladlarıdır. Həm atadan müəyyən xüsusiyyətlər götürüb, həm də anadan müəyyən xüsusiyyətlər götürüb. Bu elifdə elsdən bu xüsusiyyəti götürüb. Hansı xüsusiyyəti? Əgər özündən gələn if ödəyirsə şərti, elifin şərtinə baxmırıq. Aydındır? Bəli, müəllimə. Sonra başqa ona qədər səhvimiz var. 15-ə qədər səhvimiz var. 13. 13. Samir səsin gəlir. Mənim 13 dənə də səhvdir. 13'ü. 13'ü bir dənəsini izah edirəm. Buna aid deyəsən orada 1-2 dənə sual var. Bir dənəsini də verirəm, siz yazın. Baxın, deməli burada nədir? Mən bayaqlar sizə dedim. Dedim ki, əgər bir sualda not, and, or gələrsə, qarışıq verirlər əslində. Ardıcıllıq belədir. Birinci nota baxırıq, sonra and-ə baxırıq, sonra ora baxırıq. İndi gəlin baxaq sualımıza. X-im 3-ü, Y-im 4-ü, Z-im 5-dir. Baxın, mən sizə bir dənə də bir şərt dedim ki, sıfırdan başqa bütün ədədlər false, truedur. True verir bizə. True. İndi gəlin baxaq. Deyir ki, X and not Z. X nədir? 3-dür. Nə demişdim? Sıfırdan başqa bütün rəqəmlər mənə onsuz true verir. Aha, deməli birinci tərəf truedur. And not Z. Not Z nə deməkdir? Z truedur, çünki 5-dir. Amma not neynir? Təsdiqi inkar eləyir. Yəni, əgər 5 truedursa, true'nu eləyir false. True'nu false elədiyinə görə bura olur false. True and false mənə verəcək false. Aydındır? Deməli, bu if ödəmədi şərt. Keçirəm elifə. Axı ödəmir, ödəmədiyinə görə elifə keçirəm. Elifə baxıram. Y. Aha, Y-im nədir? 4-dür. 4 true'dur. True and not X. X-imdə true'dur. 3 olduğuna görə true'dur. Amma not onu yenə inkar eləyir, olur false. Bura mənə verəcək false. İndi oruna baxaq. Or Z. Z də 5 olduğuna görə true'dur. Bu da mənə verəcək true or false. Mənə verəcək true'nu. Deməli, ikinci şərt ödəyir. Print 2 olacaq. Və mən demişdim ki, alt-alta eliflər heç bir eyni hüquqa malik deyirlər. Əgər birinci elif şərti ödəyirsə, heç bir elifə baxmırıq. İf kimi deyirlər. Baxın, ifdən bu xüsusiyyətini almayıb. Əslində, alt-alta iflər eyni hüquqa malikdirlər. Hər birini yoxlamalıyam, nə olursa olsun. Amma alt-alta eliflər elə deyil. Bir elif ödəyirsə, altdakı heç bir elifə baxmıram. Deməli, burada sadəcə 2 çıxacaq ekrana. Aydın oldu? Mən sual verəcəm. Siz keçən dəfə deyəsən dünən başa salanda orada demişdiniz ki, yan-yana olanda, alt-alta olmayanda yan-yana olanda bir-birlərinə heç bir asılı deyil də. Elə o sonda daxilində. Yox, necə? Aralarında elə bir şey alt-alta olur, sadəcə məsafə olur da. Yox, elə deməmişəm ya. Yox, elə deyildi. Qarışdırdım. Bax. Aynen. Əgər bax bu if, gəl burada yazdıram, görsəyək. Bax bu ifi yazmışam. Burada da onun şərtidir. Burada da onun printini yazmışam. Baxın, printini yazmışam. Göstərdim, bir dəfə göstərəcəm. Print A yazmışam tutaq ki. Bax, əgər mən gəlib növbəti ifi bu printin altında yazıramsa, ikinci bir ifi printin altında yazıramsa, bu nə deməkdir? Bu onun daxilində deməkdir. Baxın, daxildir, görürsünüz, daxilindədir. Bu nə deməkdir? Bu aşağıdakı ikinci gələn if, birinci gələn ifdən asılıdır. Əgər birinci şərti ödəyirsə, print eləyəcəm birincinin printini, nə yazılıbsa, möhtərizənin daxilində, sonra ikinci şərti yoxlayacam. Amma bir var, buradakı kimi, belə yazın, burada yazıram, yazmışam if, şərt, printin yazmışam burada, altında ikinci bir if yazmışam. Print B. Bunlar isə artıq onun daxilində deyil, ondan asılı deyil. Bunlar artıq, məsələn, dedim ki, eyni sinifdə oxuyan uşaqdırlar bunlar. Eyni sinifdə oxuyan uşaqlar bir-birindən asılı deyirlər, eynidirlər, yəni. Amma bunu da fikirləşin ki, bir sinifdə və ya nəsil ağacı da fikirləşə bilərsiniz. Fikirləşə bilərsiniz ki, müəllim, deyək ki, birinci if müəllimdir, digərləri isə onun şagirdləri. Bu formada da fikirləşə bilərsiniz. Daxilində olarsa asıllıq var, altında olarsa asıllıq yoxdur. İndi biraz açıq qələmlə yazdım. Başa düşmədinsə silim, yenidən yazım. Yox, mən başa düşdüm, sadəcə qarışdırmışam. Yaxşı.
O öyrənəcəksiniz. Onsuz da heç kəs bir dəfə öyrənmir, amma öyrənmək üçün də ən gözəl üsul misallar üzərində çox işləməkdir. Çox tez işləməlisən ki, bu artıq bərkiməlidir səndə. Sonra 20-yə qədər var səhviniz. 16. 16. Yaxşı. 16-ya baxaq bir dənə. 16-nı Samir izah elə. Məndə də səhvdir. Samir, inanmıram artıq. Tapşırıqları yazdım. Mən başqasını istəyirsiniz, izah eləyərəm. Yaxşı. İndi baxaq. X-im 12-dir, Y-im 7, Z-im 5-dir. Baxıram birinci, baxın, bu ikinci if var, bu bundan asılıdır. Çünki daxilindədir. Amma altındakı if, nə olursun, əvvəlində elif var, s var, yenə də eyni hüquqa malikdir, onun altındadır. Baxın, baxaq. X böyükdürmü Y-dən, 12 böyükdürmü 7-dən, turudur bura. Z böyükdürmü Y-dən, Z 5-dir, Y 7-dir. Burada false-dur. Nə demişdim? Ətdə bir dəfə doğru olur, hər iki tərəf doğru olanda bu mənə verəcək false. Ona görə bu ödəmir. Birinci if ödəmədiyinə görə onun daxilində olan ifə də baxmıram. Burada ödəmir. Əgər onun daxilində olan ifə baxmıramsa, onun daxilində olan elsə də baxmıram. Keçirəm ikinci elifə. X bərabərdirmi Y-ə? X-im 12-dir, Y-im 7-dir. Bura mənə verəcək false. Y bərabərdirmi Z-də? Yox. False, false, mənə verəcək false. Demişdim ki, or bir dəfə false olur, hər iki tərəf false olanda. Bu elif də ödəmir. Elif ödəmirsə, yəni bu əgər fikirləşək də, əgər ödəmirsə, onun elsinə baxacağım. Yəni print şərtlər ödənilmədi çıxacaq ekrana. Bunun elə bil əks haldası budur. Əgər bu ödəyirsə, onun daxilindəkini çap edirəm. Ödəmirsə, onun elsi varsa, elsini çap edirəm daxilindəkini. Yazılır. Birinci çıxır, şərtlər ödənilmədi. Ödənilmədi. İndi keçirəm ikinci ifi yoxlamağa. Axı, eyni hüquqa malikdir o iflə. X-i 2-yə böləndə qalıq bərabərdirmi 0-a? Baxıram, X-im 12-dir. 12 doğrudan da 2-yə böləndə qalıq 0-a bərabərdir. Deməli, X cütdür. Çıxacaq, X cütdür. X cütdür. Aha. İndi bu else, bu ifin else olduğuna görə, bu şərti ödədiyinə görə artıq bu else baxmıram. Keçirəm ifə. Y-i böləndə 2-yə qalıq 0-dan fərqlidirmi? Y-im 7-dir. 7-ni 2-yə böləndə doğrudan da qalıq 0-dan fərqlidir, qalıq 1-dir. Ona görə bu ifin şərti ödədiyinə görə Y təkdə çıxacaq. Yəni, Y təkdir. Çıxacaq birinci şərtlər ödənilmədi, yəni yuxarıda yazılan şərtlər. İkinci, X cütdür, Y təkdir. If ödədiyinə görə artıq avtomatik olaraq else baxmıram. Çünki else onun əks haldasıdır. Aydındır, Fərid? Fərid başa düşmədinsə izah eləyin bir də. Başa düşdüm. Aha. Sonra 20-yə qədər Mən səhvimiz. istəyirəm 17-ni izah eləyim, inanın. Nə? 17-ni. Növbəti səhv izah eləyəcəksən. Növbəti səhv necə kimdə var? Mənə fərq etməz. Mən bir deyəcəm. Deyəm. Məndə 23 var deyə, sadəcə orada cavablarda 23 yoxdur. Sizin qrupa atdığınız. Onda mən o yazmalı değildim də. Yazmayacaqsınız. Əslində yaza 12 bilərsiniz. Sadəcə mən sizə axı range keçməmişəm. Range dövr operatorudur. Yəni 1 2 3 4 biz deyirdik ya, 1 kiçikdir, i kiçikdir bərabərdir n-dən ha. Range də budur da, dövr eləyəcək, yoxlayacaq şərti 4 dəfə dövr eləyəcək. 4 daxil deyil əslində burada. 3 dəfə dövr eləyib yoxlayacaq şərt. Ona görə bunu hələ keçməmişəm deyə 23-dür, sonra orada səhv eləmirəmsə 24-dür, 25-dir. 25 yox. 24-dür, 25-dir. Bunlar range'lidir. Onlar range keçəndə baxarıq. Amma ondan sonrakıları yaza bilərsiniz. Demişdim ki, masa SQRT kökaltı ifadədir. Yəni biz bir var, belə Pythonda biz riyazi ifadələri də çağıra bilərik. Bunun üçün import massa əvvəlcə yazırıq. Yəni əvvəlcə riyazi funksiyalar çağırırıq, daha sonra onlardan istifadə edə bilirik. Məsələn, necə POV keçmişdi ya sizlə. POV nə idi? Qüvvətidir, produkt var, hasildir. Yəni bunları istifadə edə bilirik. Sonra sum var, cəmdir. Onları keçəcəyik vaxtında. Baxaq, indi 30-a qədər səhviniz var. 30. Məndə səhvdir. 30 səhvdir. Eldar, səsin gəlmir, nəsə sən, la Eldar. Məndə bir dənə 23 var idi. Ondan sonrasını yazmamışam da. Uşaqlar, yəni bilirsiniz ki, məni aldatmırsınız da. Əgər yazmamısınızsa, yalandan burada deyirsinizsə, mən onsuz Bakıya gələndə yoxlayacağam bunlar dəftərinizdə. Yaxşı. Bunu indi Samir izah ilə görüm.
Samir buyur. Mən söz Mənim deyəcəm. səsim bağlıymış. Ayam desin. Yox, sən də Samir desin. Yox, sual verəcəkdim, mən cavab demirdim. Dən anaya. Mən orada siz demişdiniz ki, mənə orada if-də şərt verib, onu yoxlamırıq da, ya promoval birisinə keçirik də, kök altına salıq hamısını, oradan da cavab çıxır da. Bilmirəm aya. Samir deyəcək Tamam. bunun cavabını bizə. Deyirəm müəllimə. A49, B36, C9, D16'dır. Ondan sonra aşağıya keçirik. Deyir ki, A bölüdür B'dən doğrudur. Ondan sonra D bölüdür C'dən doğrudur. Mən şərt ödənir deyə ifin altındakı Y-ə baxırıq. Orada da kvadratdır da o müəllimə. Ulduz kvadratı sayılır. 49 bərabərdir A-nın Ay Samir, kvadratı. ulduz kvadratı sayılır nədir bala? Bu yox idi, ulduz vurmadır burada. Vurma. Mənim iki dənə ulduz olsan da kvadratı olur. Bəli. Hə, çaşdım, düzdür. Ondan sonra deyirəm bir dəqiqə. A-nın yerinə 49'u qoyuruq müəllimə. Orada da Y olur 14. Y niyə 14 olur görsən? Mənim Y-də olur 14. Necə? Samir, çox gözəl orada sənə kopya gəlir. Allah'ın olsun mənə heç Allah'ın kəs olsun, yazmır indi ya da ki dərsi kopya kayd edilmir. eləyirəm. Dərsi kayd eləyirəm. Allah'ın olsun, dərsdən sonra sənin qəşəng səs gələcək. Müəllimə gəlsin də nə deyirəm ki, Allah Yaxşı. gec keçmək Sən istədir. cavabı dedin. Cavab 14-dür ay Samir. Cavab 14-dür. Cavabdan əvvəlki var bəs. Hanı əvvəlkilər? Allah cavabı dediyimi bilmirdim. Mən sadəcə Y14 dedim. Mən cavabı 14 ola demədim. bilməz axı ay Samir. Sən beyni Hadi gətirib sən kök səhv altına dedin, salmısan. 36-dan 14 necə çıxsın? Hə. Hə. Əgər kimsə mənə desəydi cavabı düz deyərdim. Mən Y14 deməzdim. Yaxşı. İndi bir dənə bağla səsə baxaq. Bir sözdə kayıt var deyirsiniz. Kayıtda da qulaq asarsınız. Y14 demişəm, yoxsa cavabı 14 demişəm. Yaxşı. Gəlin baxaq indi. Əslində burada, bu sualda deməli nə var? Bu sualda şərt əslində heç bir əhəmiyyət kəsb eləmir. Niyə kəsb eləmir? Çünki bunu da keçən dəfə sizə deməyi unutmuşam. Baxın, uşaqlar, şərtin altında nə qədər hesablama varsa, bu eyni hüquqa malikdir bu hesablamalar. Yəni onlara axırda baxmalısan sən. Mən baxıram ki, burada şərtdə Y-in qiyməti dəyişilir. Onsuz da Y-in qiyməti aşağı hesablamada 2 dəfə də dəyişilib. 2 dəfə dəyişdiyinə görə Y-in qiyməti də ən axırıncı qiymət mənimsədildiyinə görə ona və bu yuxarıdakı qiymətlərdən heç bir asılılıq olmadığına görə mən onsuz şərtə baxmıram. Mən lazım deyil şərtə baxmaq. Onu sadəcə qoyublar oradakı çaşdırmaq üçün. Gəlirəm aşağı hesablamalara baxıram. Deyir ki, x bərabərdir mas s2 a. Demişdim ki, s2 kök altı ifadədir. A da 49-dur. 49-u kök altına salanda 7 edir. Deməli, x-im 7-dir. Y-imdə s2 b-dir. B-im necədir? 36-dır. Y-də 36-nı salır, eləyir 6. S2 C-dir, C də 9-dur. Deməli, 9-u kök altına salanda 3. Baxın, Y-in qiyməti, bir dənə bir şey sizə demədim. Baxın, bu əslində kök altı ifadədən 49 yazıram. Çıxan rəqəm həmişə float ədəd olur. 7.0. Baxın, kök altından çıxan ədəd, kök altından yazıram. Çıxan Mən ona görə Y14 dedim də. Dedim ki, A 7-dir, 7-yi 2-yə vuranda Y14 eləyir. Yaxşı. Çıxan, altında kök altından çıxan Yəni, ədəd float olur. Float tipində olur. Yəni, float ədədlər necə edir? Kəsr ədədlər. Mən 7 integer tipdədir. Amma 7.0 isə float tipdədir. Deməli, olacaq 7.0, 6.0, 3.0. Amma Y neyini, ay uşaqlar? Y təzərən qiymətini dəyişir. Deməli, buradakı qiyməti artıq aktual deyil. Mas S2 D yazıb. D-də 16-dır. 16-nı da saldı kök altına eləyir. Nə? 4.0. Baxın, int 4.0. Bugün sizə izah edəcəm tipdən, bir tipdən digər tipə necə keçmək olar. Baxın, əslində mötərizənin içərisindəki float tipdədir. Amma qarşısında mötərizənin integer var. Deməli, float tipdən çevirir integer tipə. Integer tipdən necə olacaq? Artıq bunun kəsr hissəsi gedəcək, qalacaq tam hissəsi olacaq 4. Deməli, Y-in qiyməti olur 4.
İndi baxaq. Birinci 2 dənə print var. Deyə bilərsiniz ki, ay müəllimə, alt-alta neçə dənə print yazıla bilər? Yazıla bilər. 100 dənə də print yazılsa, 100-ünü də çap edəcəksiniz. Çünki printlər eyni hüquqa malikdirlər. Alt-alta yazılan bütün printlər eyni hüquqa malikdir. Birinci baxın, dırnağın içərisində yazılan bütün ifadələr necə dırnaqda yazılıbsa elə də çıxmalıdır. Yəni çıxacaq hesablamalar. Hesablamalar. Sonra baxın 2 nöqtə çıxıb 2 nöqtə. Aha. İndi x, y, z dəyişənlərin qiymətlərini yazıram. X-in qiyməti 7.0. Y-in qiyməti 4. Axırıncı qiyməti. Gözlə, bu 4-ü pis yazdım. 4. Aha, Z-in qiyməti də 3.0-dır. İndi aşağıda birdən çıxın nəticə. Nəticə sözü necə var? Elə də yazılır. Nəticə 2 nöqtə. X plus Y plus Z. X-in neçədir? 7.0. Yəni cəmliyi elə burada böyürdə birbaşa cəmi yazaq. Çünki orada cəmin birbaşa istəyir. 7.0 üstə gəlinsin. 4 üstə gəlsin 3.0. Keçən dəfə sizə birinci dərsi izah edəndə demişdim ki, əgər mən integer bir ədədlə float bir ədədi toplayıramsa, nəticə mütləq float bir ədəd olacaq. Yəni 7.0 üstə gəlsin 4 üstə gəlsin 3.0 olacaq 14.0. Cavabım nədir? 14.0. Birinci yəni çıxacaq hesablamalar 7.0, 4, 3.0, nəticə 14.0. Aydındır? Bəli, müəllimə. Mən bir dənə söz soruşa bilərəm. Biz o kök altından çıxardanda məsələsi 49-u 7-nin kök altından çıxardanda müsbət mənfi ilə çıxarmalıyıq, yoxsa burada səncə müsbət olmalıdır? Yox, riyaziyyatda necə dayıldar? Riyaziyyatda biz bilirik ki, ikinci dərəcədən heç vaxt mənfi kök çıxa bilməz, düzdür? Yəni cüt dərəcədə mənfi, ümumiyyətlə cüt dərəcədə mənfi çıxa bilməz. Burada 49 olduğuna görə, burada görünməz bir 2 olduğuna görə, buradan onsuz da elə müsbət 7 çıxacaqdır. Hə, aydın var. Yəni mənfi çıxmayacaq yəni. Belə. Sonra 30-a qədər başqa sualımız yoxdur. Bitdi yəni. Bəli, müəllimə. Afərin. İndi konseptdən sual cavab, ümumi sual cavab eləyəcəm sizə. Keçən dəfə dediyim kimi, burada kaydı dayandırıram. Çünki üzvünüz düşəcək. İstəmirəm düşsün.